Baş ağrı şikayəti ilə xəstə həkimə müraciət edən zaman, istər böyük, istər uşaq, mütləq həkimə baş ağrı günlüyü dediyimiz bir günlük var, onu təqdim etməlidir. Bu nədir? Heç olmasa 1-2 həftə ərzində xəstənin baş ağrı vaxtlarında baş ağrının tipi bir tərəfli və ya iki tərəfli olduğu, baş ağrı zamanı ürəkbulanma və ya qusmanın olması, işığa, səsə həssaslıq varsa onun qeyd olunması, arterial təzyiqin ölçülməsi, bu kimi və ya dərman qəbulu varsa, dərman qəbulu mütləq qeyd olunmalıdır. Dərman qəbulundan sonra baş ağrının keçib-keçməməsi və s. kimi məlumatlar mütləq baş ağrı günlüyündə qeyd olunmalıdır. Çünki baş ağrı klinik qoyulan bir diaqnozdur. Biz baş ağrılı xəstələrə bəli, müayinələr təyin edirik. Ancaq bu müayinələr ikincili baş ağrılarını, yəni baş ağrının altında yatan bir səbəb varsa, onu təyin etmək üçündür. Birincili baş ağrılarını isə biz xəstələrdən aldığımız məlumatlara əsasən qoyuruq diaqnozunu. Bu səbəbdən baş ağrı günlüyü, baş ağrı şikayəti olan uşaq və böyüklərdə mütləq həkimə təqdim olunmalıdır.